Salam dostlar, mən Ervor və bu gün yeni gələn Nidali karakterini denəyəcəyik və yeni run gəlib Karasat deyə onu da yoxlayacağıq. Bu arada Rakan nə etmək istəyir orada? Bir skill alam. Vur. Yasuo gəl. Adamı çox onda tut. Skilli süper atdıq. Gəlin bunu kəsək, bu mal çox pis qaldı. Əla zedər. Go. Vur. Maçın başında süper başladı valla. Haydi bunu mən alım, nə olur. Neyse 2 asist başladıq süper. Yəni oyun başında 2 asistlə süper başladıq və bu arada çətin bir şampiondur Nidali. Yəni Nidali ilə 2 asistlə başlamaq yəni möhtəşəmdir. Nidalini biraz başa salım. 2 formumuz var. Puma, yəni pələng və insan formumuz var. İnsan formumuza belə mizə atırıq birinci özəlliyimizdən. İkinci özəlliyimizlə tələ qururuq. Üçüncü özəlliyimizdən can doldururuq. Ultimiz isə heyvanla elə bir insan arasında keçişdir. Yəni oradan keçə bilirik. Heyvan formumuzda birinci özəlliyimiz vuruşlarımızı gücləndirir. İkinci özəlliyimiz hoppanır. Üçüncü özəlliyimiz isə pəncə atır bir dənə. İndi Nidalinin belə bir özəlliyi var ki, birinci baxın, mizəni atdığım adam işarələnir. İşarələnən adama Puma daha uzaq məsafədən hoppana bilir. Normalda qısa hoppanır, amma işarələnən adam daha uzaqdan hoppana bilir və tələyə basan adam da eyni formada işarələnir. Nəsə biz ormanımızı dönək. Yəni biraz çətin şampionda 6 skillinin olması. Çünki birinci özəlliyi atmalısan, tutmalısan üstünə Puma olaraq. Yəni vurub tek atıb çıxmalısan. Çünki canımız da çox deyil. Yəni uzun fightlara girə bilmirik elə. Vur çıx belə. Team fightlarda falan çox yaxşı deyilik. Sadəcə can verə bilirik. O komanda yoldaşımıza yaxşı kömək edir. Birinci özəllik bu arada yəni yeni gəlib deyə şampion, yəni normaldır. Çox OP idi. OP olduğu üçün yəni o birinci özəlliyi uzaqdan, nə qədər uzaqdan tutursan o qədər çox hasar verir. Yəni indi görüm maçda uzaqdan vura bilsəm göstərsəm, yəni inanılmaz, yəni gözlənilməyən bir hasar çıxarda bilirsiniz alıb buranı. Bir görək master hardadır. Burada deyil. Alıb mavi Grompdadır əla. Narahatçılıq verək. Rahatsızlıq. Gəl Ması gəl. Vur. Grompa vur. Görək bu hardadır. Nə qaracaq görək. Yalandan vuraq. O. Neyse çıx. Gromp qabağıma keçmədi qardaşımsa. Master gəlir. Yəni Grompun alsın gözləyə bilsə. Hara getdi bu? Neyse vur. Grompu aldı o. Gəl göstərim sizə dünyanın necə bucaq olduğunu. Gəl qardaşım sən gəl. Əla gir. Nasıl gir Yasuo. Əla yana öldü o. Qaçaq biz. Zed ara getdi o. Zedələn quraq gəlməsin beyin. Yəni süper başlanğıc elədik. Karasatımız 3 yük oldu. Altda görə bilərsiniz, ortada altda elə kölgə kimi bir şey var. O karasatlı yük yığırıq və yük yığanda belə deyim. Bir can olanda məsələn 30 canı falan qalanda adam birdən partladır və adam ölür. Yəni süper bir özəllikdir karasat. Məsələn LoL-də belə bir şey var. Məsələn Brawl'da o yoxdur. Əşya və run sistemi var. Əşya və run nədir? İkisi də insanı gücləndirən bir şeydir. Əşya alırsa məsələn saldırı hızı falan verir. Run da eyni formada. Məsələn karasat rununda bu arada mizəni tutturamadık. Kor. Nəysə. Gromp'da alaq. Görək nətər bir maç keçəcək. Yəni ümidliyəm komandadan. Yəni 12-yə 1 gedirik. Süper komanda gəlib. Rəqib də biraz zəifdir. Kimə gank ataq. Bu arada gank nədir onu da başa salım. Siz əgər meşədəsinizsə, yəni orman oynayırsınızsa, başqa bir koridora gank atırsınız. Yəni gedirsiniz və o koridordakı komanda yoldaşınıza kömək edirsiniz. Bu gankdir. Yəni görüşümüzü alaq. Sonra base atıb əşyanı alaq. Əşya vacibdir, yenə deyim. Hasarınızı falan gücləndirir. Base'imizi ataq. İlk əşya bunu çıxaq, çünki ani hasar vurur. Və bu bizim istədiyimiz bir şeydir.
Bir də nerflər, bufflar falan gəlib, yəni bilmirəm nə çəkim. Görüm Kara Hasatlı bir şampiyon çəkmək istəyirəm, Kha'Zix falan, yəni yeni meşədə və yaxud Nidalini top lane'də də çəkə bilərəm. Yəni istəsəniz əgər yorumlara yazın. Görək nə edəcəyik. Bu arada yeni sezon çox super oldu. Super əşyalar, super şampionlar. 2 şampiyon da var, əl qulağında da gələr indi. Bir iki günə gələr yəqin ki. Onlar da gəlsin, onların da videosunu çəkəcəyik. Biri Real'dir, o biri yadımdan çıxdı adı. Yəni 2 şampiyon daha gələcək. Master bu arada burada Sumo oynayacaq, gəlsin. Gəl. Yasuo girsə bu arada girərəm. Girək mi? Yasuo, hop gir. Bam, əla. Gir. Yasuo da Master Yi də öldü. Əla. Bu zejləri gəldi. Ortada bir Zed var. Yəni ağzımı sulandırır bu Zed. İtəliyə bilsə biz tərəfə Mize ilə vurub öldürə bilərik. Zed aşağı qaçır. Sən bir qovala. Mize əla flash atdı adam. Bam, əla. Yəni həqiqətən super başladı. 1-0 5-i 1-2-0 ölüm, 5 asist superi. Tez büyülü qrupu da alaq, bir yerə atarıq. Bu arada Varus şov eləyir ha. Yəni adam belini aldı, bizi daşıyır Varus. Yumi ama yəni heal basır, basa adamları içindən keçsi Varus. Master da aldı, biz büyülü qrupu alaq. Tez buranı təmizləyək. Kule alaq. Üzürsək o şeyləri almalıyam mən, adam söylü yaxşı biz. Neyse. Bırak kuleyi alaq. Burada ne olacaq valla. Çox ümitliyəm bu oyundan. İnşallah udarıq bu oyunu. Yəni neçə dəfə yoxladım. Çox çətin deyə şampiyon, çox yaxşı maçlar çıxmır. Ona görə də mən yenə yoxlayıram. İnşallah bu maç yaxşı çıxar. Büyülü qrupu alıb kuleyini bir sökək orada. Kenan gəldi. Çox şey eləməyə, ipləməyə. Yəni gəl. Gəl Kenan. Gəl. Sıyırdım. Nə? Divardan ki, qalın divar. Gəl. Malkəllat deyib Ramoyimisi. Nəyəcə bir beysim sataq, canımız fullənsin, həm də əşyalarımızı alaq bir. Yəni şampiyon yeni gəldiyi üçün OP-dir və çox güclüdür. Amma yəni güclü olmasına rəğmən çox çətin bir şampiyondur. Amma oynamasını bilsin doğrudan da çox super lig kasarsan, təbii üst liglərdə o səni tutarlar belə yaxından, vurarlar kəllərini, atarlar aşağı. Yəni team fightlara çox girməyəsən, vurarsan çıxasan, canan səqirləri vurub çıxasan orada. Yox olmadı. Nəysə. Mən hər şampiyonda professional olmadığım üçün mən çox bacara bilmirəm. Bir də mizən tutturduqda ultimizin vaxtı sıfırlanır. Sıfırlandığı üçün yəni ultimi tutdurup Puma'ya çevrilip adamın üstüne hoppam tek atabilir. Süperdi. Yəni həqiqətən süperdi. Vuraq bunu bir öldürək. Əla, bu zeyşlərini aldıq bu cepdə. İndi orada 2 inhibitoru yox, 1 inhibitoru düşürdüblər. Varus şov eləyir Varus. Varus nə inir orada? Neyse əşyalarımızı alaq biz. İkinci əşyanı da aldıq. Rabadonun şəpkası. Əla, Varus yenə şov eləyir yəni. Nə yapıyorsun bro? Yenirsən bro? Adamların base'inin özlərinə dar elədi buramı. Biz 2-0 qariban bir şəkildə oynayırıq, amma yəni şampiyon yeni gəlib, başa düşürsünüz. Yəni əlimdə öyrəşməyib, bilmirəm şampiyon. Yəni, ona görə də çox super oynamamağım normaldır məncə. Əla. Varus şov eləyir. Biz niyə mizən tutturamırıq? 0 yəni. 0 mizə tutturur. O 0 ölümdə orada 0 ölüm mizə tutturmadı. Neyse vur. Sən oyunum tez bitirir. Tez bitməsini istəmirəm. İndi vuraq. Opa, gəldilər. 3 nəfərdilər, ehtiyatlı. Tık. Gördünüz. Mizə ilə bax belə. Tık deyə riski hasar. Çox güclü, yaxşı bir hasarla öldürə bilirsiniz riski rəqibi. Vur.
Master öldü. Bir akıllı 4-0-5. Əla. Həqiqətən əla. Nəsə vur. Mizəmizin hasarı çox deyil. Yəni Nidalee'nin insan formu sadəcə mizəni tutturdun. Всё. Çevril Puma'ya adamın üstünə atlan. Sadəcə budur. Burada Vayne gəlir. Vayne yəni mənə ala biləcəyini düşünürsə, səhv düşünür. Gəl bura. Vur. Haydi əla. Araka. Sən nəysə, tesində görək. Heç Varus bitirdi. Varus bitirdi. Nəysə dostlar, sağ olun, sağlıqla qalın. Bu videoda bu qədər. Allah'a emanet.